Əziz şagirdlər, hörmətli izləyicilər, lövhədə 1929-cu ildə çəkilmiş, Tiflis şəhərində çəkilmiş nadir bir fotonun nümayiş olunduğunu görürsünüz. Bu fotoda Azərbaycanın çox görkəmli yazarları Cəlil Məmmədquluzadə, Hüseyn Cavi, Əbdürrəhim bəy Haqverdiyev, Mikail Müşfiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Abdullah Şair, Süleyman Salim Axundov, Süleyman Rüstəm kimi görkəmli sənətkarların şəkillərini görürsünüz. Eyni zamanda bu görkəmli dahilər içərisində bir nəfər alim, ədəbiyyatşünas alim Cabbar Qasımoğlu Əfəndizadə haqqında indi sizə ətraflı məlumat verəcəm. 1920-30-cu illərdə ədəbi tənqid sahəsində misilsiz fəaliyyət göstərmiş şair, ədəbiyyatşünas alim Cabbar Qasımoğlu Əfəndizadə 1887-ci ildə Qəbələ rayonunun Aydınqışlaq kəndində doğulmuşdur. Bəli, Qəbələ rayonunun Aydınqışlaq kəndində doğulubdur. Türkiyədə təhsil alıb 1913-cü ildən müəllimlik fəaliyyətinə başlayıb. 1920-ci ildə Bakı Teatr Texnikumunda dərs deyib. Bir sıra qəzet və jurnallarda məqalələrlə çıxış edib. Məsələn, Kommunist qəzetində, Yeni Yol qəzetində, Gənc İşçi qəzetində, Maarif və Mədəniyyət jurnalında, Şərq Qadını jurnalında ədəbi tənqidi məqalələrlə çıxış edibdir. Əvvəldə qeyd etdiyim kimi Cabbar Əfəndizadə deməli ədəbiyyatşünas alimdir və onun ədəbiyyat sahəsində xidmətləri haqqında bir qədər məlumat vermək istəyirəm. Öncəliklə qeyd edim ki, Cabbar Əfəndizadə Azərbaycan Tədqiq və Tətəbbüt Cəmiyyətinin üzvü olub. Əlavə olaraq Azərbaycan ədəbiyyatı, yəni ədəbi materiallarının toplanması və nəşrində fəal iştirak edibdir. Füzulinin fəal təbliğatçılarından olub. Şairin həyatı haqqında bir sıra məqalələr yazıbdır. Eyni zamanda 1925-ci ildə Füzulinin 400 illik yubileyi ilə əlaqədar Azərbaycan Ədəbiyyat Cəmiyyətində bir Füzuli gecəsi təşkil olunur və həmin gecədə Cabbar Əfəndizadə məqalə ilə, daha doğrusu deməli məruzə ilə çıxış edir həmin gecədə. Mirzə Fətəli Axundzadənin yaradıcılığını, xüsusilə Hacıqara əsərini incə təhlil edibdir Cabbar Əfəndi. Ona mənbələrdə Cabbar Əfəndi də deyirlər. Poeziya və dramaturgiya sahəsində Hüseyn Cavidin yaradıcılığını misilsiz, belə deyək, xidmətləri olan bir şair kimi dəyərləndirir. Bax, poeziya və dramaturgiya sahəsində Hüseyn Cavidin yaradıcılığını yüksək dəyərləndiribdir və Cavid haqqında belə deyib. Cavid Azərbaycanda şəkil və lisanca ən öndə gedən bir şairdir. Şəkil və lisanca, lisanca dil, üslub baxımından da şəkil və lisanca deməli ən irəli gələn bir şair kimi qiymətləndirildi. Bundan əlavə Cabbar Əfəndizadə milli folklorumuzu da araşdırmışdı. Onun bayatılarımıza bir nəzər 1926-cı ildə yazmış olduğu məqaləsində bayatılarımızda qədim Oğuz sözlərinə yer verildiyini qeyd edir. Eyni zamanda bayatılarımızın qafiyə quruluşu haqqında da ətraflı məlumat verir həmin məqalədə. Bir sıra dəstəklərin müəllifi olub Cabbar Əfəndizadə. O nəinki milli yazarlarımız haqqında, eyni zamanda görkəmli Rus şairi Pushkin, eyni zamanda Fransız yazarı Henri Barbuş haqqında yazdığı məqalələr bu gündə elmi baxımından bir mənbə kimi çox əhəmiyyətlidir. Və sonda qeyd edim ki, təəssüflər olsun ki, Sovet hakimiyyəti illərində adları unudulmuş, yaxud da ki, belə deyək, sürgünə göndərilmiş, ölkəni tərk etmək məcburiyyətinə belə deyək, sürüşlədiyi şəxsiyyətlərdən biri də Cabbar Əfəndi olubdur ki, 1930-cu ildə Azərbaycanı tərk edir, Türkiyə şəhərinə gedir, daha doğrusu Türkiyəyə gedir. Azərbaycanı tərk edir, Türkiyəyə gedir, kəsəcəm oranı zərər yoxdur. Deməli,
1930-cu ildə Azərbaycanı tərk edib Türkiyəyə gedir. Türkiyənin İzmit şəhərində yaşayır və 1930-cu illərdə həmin şəhərdə vəfat edir. Və düşünürəm ki, Cabbar Əfəndizadə haqqında verdiyim məlumat nəinki ədəbiyyatı sevənlər üçün, eyni zamanda heç ədəbiyyatla maraqlanmayan hər kəs üçün bir maraqlı bir məlumat oldu. İnşallah növbəti dərslərimizdə də, növbəti çıxışlarımızda da daha başqa bir, belə deyək, adı unudulmuşlar siyahısında olan alimlərimiz haqqında çalışacağım ki, məlumat verim. Sağ olun, bu qədər.